Yeni səhifəmizə xoş gəlmisiniz. Hər birinizi salamlayıram. İnşallah prostatla bağlı müalicə istəyir qardaşımız. Xatırladım ki, bu səhifədə yazılan deyərəm ki, 99% suallara cavab verəcəm inşallah. Salam aleykum qardaşım. Mənim prostatın müalicəsini deyərdi, zəhmət olmasa Allah sizdən razı olsun. Allah sizə də şəfa versin. Demək, götürürsünüz təxmini yarım kiloqram utindi tozunu. Yarım kiloqram da çörək toxumu, Həbəşistan toxumu olsun. Adətən utindi tozu üyüdülmüş olur, çörək otu toxumu üyüdülmüş olmur. Onu da üyüdürsünüz, bir-birinə qarışdırırsınız. Demək, səhər axşam yeməkdən 1 saat sonra 1 çay qaşığı ağız atılır, 1 stəkan su ilə içilir. Bu qutarına qədər bunu eləyin inşallah. İkinci resept. Demək, çox gözəl, mükəmməl fayda verir prostata. Yakotu. Çox təəssüf olsun ki, onu da tapmaq indi bir dəqiqə zülümdür, tapılmır. Məndə biraz qalıb. Verərəm inşallah sizə. Və yaxud da ki, özünüz tapın. Ondan da bir 300 qram götürürsünüz. 300 qram da çöl qatır quyruğu bitkisi. Bu ikisi çox mükəmməl fayda verir. 3 stəkan suyu qaynadırsınız. Su qaynara düşəndə hərəsindən bir dolu xörək qaşığı tökürsünüz. 5 dəqiqədə qaynadırsınız. Bunu da səhər, gün orta axşam yeməkdən 1 saat qala 1 stəkan içirsiniz. Bunlar qutarına qədər eləyin. Bir də gündə bax belə mənim kimi açıq havada yürüyüş eləyin. 1 saat, saat yarım. Həftədə bir dəfə imkanınız varsa ac qalın. Bax, bunları eləyin, özünüz görəcəksiniz. Bir də canlı qidaları çox yiyin, ölmüş qidanı az yiyin. Tərəvəzləri çox yiyin, tərəvəzləri. Buğda düzəldin yiyin. Bax, belə canlı qidalarla inşallah tam düşəcək qaydasına. Çox sağ olun, var olun, özünüzdən müğayət olun.